Hayır, bizi ölümlə qovdurursun. Salam olsun o ölümə ki, Allah yolunda. Bəli, bu sözlər bizim himnimizdə məzluma çevrilən sözlərdir. Çünki bizi məsud və xoşbəxt yaşamağa qoymurlar. Gah məscidlərimizi dağıdırlar, gah hicabımıza əl uzadırlar, gah da həqiqəti müdafiə edib bu yolda canını verənləri həbs edirlər. Bütün bunlar azmış kimi öz dinini yaşamaq istəyən inanclıları utanmadan terörist və radikal adlandırırlar. Son günlərdə baş verən hadisədə isə hədlərini daha da aşdılar. Belə ki, vətənpərvər ruhanimiz Hacı Talehi həbslə, hədə-qorxu ilə, ölüm ilə qorxuda bilmədilər və beləliklə daha çirkin bir oyuna əl atdılar. Bu işdə televiziya vasitələrindən istifadə etdilər. Bəli, söhbət Xəzər TV, ATV, Space və onun timsalında digər bu kimi şərəfsiz telekanallardan gedir. Məsələ daha da aydın olsun deyə kadrları izləyək və cavab verək. Liviya, Suriya, İraq kimi ölkələri xarabaya çevirən qüvvələr indi də Azərbaycanı qarışdırmaq istəyirlər. Bu radikal qruplar din pərdəsi altında ətrafına topladıqları gəncləri ixtişaşa, terrora, ölümə sövq edirlər. Söhbət Hacı Taleh kimi tanınan Qondarma Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, onun mavini Elçin Qasımov və tərəfdarlarından gedib. Bu alçaq aparıcının deyəsən nütfəsi də elə Suriyada qoyulub. Elə ona görədir ki, hələ də haqla batili ayıra bilmir. Ruhani ilə terrorçu arasındakı fərqi görməyən körlar, özünü tanımayan aparıcı və Siyavuş Heydarov bu kadrlara diqqətlə baxsınlar. Sizin dediyiniz radikallar bunlardır, ay şərəfsizlər. Bu isə terrorçu radikal adlandırdığınız Hacı Talehdir. Siz onu niyə istəmirsiniz? Sizin cinayətlərinizi üzünüzə dediyi üçün? Bu günlərim gör nə söhbət olur, bu məsələ gələ bilməz. Gör nə qədər biz susmuşuq indi nə qədər. Nə qədər torpaqlarımızı Azərbaycanda işğal edirlər. Nə qədər burada, nə qədər yerləri alıblar. Haram-haram pullarla, xalqın puluyla. Hələ onların haqq hesabını hələ biz danışmırıq. Bu qədər xalqın torpağını əlindən almışsan, neftini yemisən, malını yemisən, haram pullarla sot-sot hektarla torpaqları almışsan, oturursan rahat orada, sənə söz deyən yoxdur, gör nə qədər həddi aşmışsan, gəlib indi məscidin içinə hökmranlıq eləmək istəyir. Bu həddi aşmaq deyil, nədir? Bu yer Allahın yeridir. Məscidlər vəqf olunur Allah üçün. Məscid Allahın evidir. Hansısa boynu yoğunmuş məmur olsun, kim olur olsun, gəlib məscidin içinə hökm eləyənməz. Qədər harınlamışdınız, gəldiniz Allah evlərinə sataşdınız. Gəldiniz Allahın ayələrinə sataşdınız. Allahın doyduğu qayda qanunlarına, hicabına sataşdınız. Alimin cibinə narkotik atdınız.
Azərbaycanda nəinki müsəlmanlar, bütün dinlərin nümayəndələri tam etiqad azadlığına malikdirlər. Etiqad azadlığından danışan sizlər, bəs bu işlər hansı etiqad azadlığına sığır? Məgər görmürsünüz? Onlarla insan başından aldığı xəsarət nəticəsində ciddi yaralanır. Polis hətta qadınlara da hücum edərək dəyənəklərdən istifadə edir. Qadınların həbs edilməsinə imkan verməyən möminlərlə vəhşicəsinə davranan polis bir neçə nəfəri ağır yaralayaraq ərazidən uzaqlaşdırıb. Polislər əlində Quran tutmuş qadını vuraraq müqəddəs kitabı ayaqlar altına atıb. Çox sayda polis aksiya iştirakçılarını qruplara bölərək həbs etməyə başlayıb. Yüzlərlə insan maşınlara doldurularaq ərazidən uzaqlaşdırılıb. Həbs edilənlər arasında ilahiyyatçı Talih Bağırov da var. Aksiya 1 saata yaxın davam edir. Digər bir məsələ isə Hacı Talehin ölkəmizə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi dəvəti ilə gələn dünya şöhrətli Ayətullah Həmədani ilə görüşməsidir. Onunla görüşmək terrorçuluqdursa, onda onu dəvət edən Allah şükür terrorçu başıdır, terroru bu ölkədə yayandır. Allah şükür özü o Ayətullahın gəlişini nemət adlandırır və dönə-dönə onu tərif etdiyi halda sizlərə nə olub ki təşvişə düşmüsünüz? Öz mənliyinizi, şərəfinizi bu dəfə nəyə satdınız? Görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx İslam Hacı Allahşükür Paşazadə din xadiminin ölkəmizə səfərini tarixi hadisə adlandırıb. Və bu gün bizə böyük bir nemət qismət olub. Bizim Azərbaycan müstəqillik dövründən sonraki dövrdə birinci dəfədir ki, Ayətullah-ül Uzma müştəhid və Şeyx Nuri Həmədani, Hüseyn Şeyx Nuri Həmədani Azərbaycan torpağına qədəm basıb, gəlib bura 92 yaşı olmasına baxmayaraq, bu qədər əziyyətləri, bu qədər qatılaraq bizim xalqı görmək üçün və bizim müsəlmanların vəziyyətini tanış olmaq üçün Azərbaycana gəldiyinə görə tarix əlbəttə yaddaşında bu qalacaq. Mən dünən çıxışında da dedim ki, ola bilsin mən olmayayım, gedim, qayıdım. Amma bir gün Azərbaycan tarixini vərəqləyəndə Ayətullah Uzma, Nuri Həmədanın birinci gəlişini yazacaqlar, deyəcəklər, qalacaqlar. Əl öpməyə gəlincə isə, əl öpmək hörmət əlamətidir. Bu ənənə həm də qardaş Türkiyə dövlətində də geniş yayılmışdır. Dindar, qeyri-dindar öz böyüklərinə, ata-analarına, müəllimlərinə, ağsaqqallarına hörmət əlaməti olaraq əllərini öpərlər. Böyük-kiçik bilməyən sizlər bunu anlaya bilməzsiniz. Hacı Zülfüqar demişkən, siz həmin ideologiyanın sahibisiniz ki, öz ata-analarınızı qocalar evinə qoyublar. Tolerantlıqdan danışırsınız. Nə oldu tolerantlıq? Tolerantlıq ancaq Vahabiliyi Azərbaycanda təbliğ etmək üçündür. Bu qədər tolerantlıq dediniz, bu
teröristləri, Vahabiləri ölkəmizə gətirib, onlara məscidlər verdiniz, şəraitlər qurdunuz. Yahudiliyi təbliğ etdiniz. Nə oldu? Tolerantlıq müsəlmanlığa, şiəliyə gələndə yoxdur. Hələ peyğəmbərləri də arzu edirsiniz, bizim ölkədə gəlib yaşayardılar. Siz o ideologiyanın davamçılarısınız ki, o ideologiyanın böyükləri öz atalarını qocaların evinə aparır. O ideologiyanın davamçıları.